الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر حسبان والنجم والشجر ولك الحمد يا رب فبأي ربكما تكذبان لا بشيء من آلائه ربنا نكذب ولك الحمد يا لو بشيء من الله Arabranı saklayın, gündüz. Oradan zaman saklayın. Estağfirullahellezî la ilahe illa huvel hayyul kayyum zülcelâli vel ikrâmi ve etûbü ileyh. Estağfirullahellezî la ilahe illa huvel hayyul kayyum lem yettehiz sahibeten ve la yuzhirehu ale'd-dîni kullih. Cenazen kalanlar kesin. Ehtiyatlar. معلم يا سيمور ابن غلام حسين هل أنت على العهد الذي فارقتنا عليه من شهادة الله إله إلا الله رحمة الأسلام اللهم صل على محمد وآل محمد وفجرنا فيها من العلم ويعقل من ثمر وما أيديهم فلا يشكرون سبحان ولولا يسابق النهار في فلك ألم يروا أنا خلقنا لهم مما عملت أيدينا نعما فهم لها Silahı! Odur! Atın! Silahı! Odur! Atın! Silahı! Odur! Atın! Bize! atasına takdim edin. Allah şehitlerimize rahmet eylesin. Allah razı olsun. Allah köməyimiz olsun. Anası da buradadır, atası da buradadır. Biz bunlarla fəxr edirik. Həm bu valideynlərlə, həm bu şəhidlərimizlə, həm siz əskərlərlə, həm bura yığışanlarla. Mən bir sözü, bayaq qardaşımız dedi, təşəkkür edirik. Əslində bizə təşəkkür düşmür. Təşəkkür bu şəhidimizə düşür. Sizlərə düşür ki, siz vətənimizi qoruyursunuz.
ve bir sözle diyeyim. O ananın dilinden ki, o dedi ki, mən övladımı tək yola salmışdım. Amma bugün gör neçə nəfərlə gəlib. Siz belə bir oğulla fəxr edin. İnşallah tezliklə torpaqlarımız düşmən tapdağından alınar və birlikdə biz bu günləri bayram edəcəyik. İnşallah qələbə bizimlədir. Azərbaycan ordusuna eşq olsun inşallah. Hərbi qulluqçular son ehtiramı göstərək. Hərbi salamla. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhidimizə rəhmət eləsin inşallah. İnşallah gün o gün olsun bu şəhidlər xiyabandan. Duamız bu olsun ki, bu şəhidlərin qanı yerdə qalmayıb, biz işğal olmuş torpaqlarımızı düşmən tapdağından azad edək inşallah. Hər dəfə şəhidləri dəfn edəndə insan nə qədər qürur hissi keçirirsə, nə qədər fərəhlənirsə, bir o qədər insanın içində, ruhunda bir narahatçılıq var. Valideynlərlə görüşəndə. Amma mən o valideynlərə demək istəyirəm. Mən bir neçə ananın dilindən eşitdiyim ibrətamiz sözlər, həqiqətən mənim özüm üçün də ibrətdir. O ana övladını, bugün şəhidi, dəfn etdiyimiz şəhidi tək yola salmışdırsa, bugün baxın bütün Sumqayıt, onun yoldaşları, onun silahdaşları, onu sevənlər, yaxınlar, əzizlər, tanıyanlar və tanımayanlar o şəhidin dəfnində bir yerdə iştirak edirlər. Bundan böyük qürur ola bilməz, bundan böyük fəxr ola bilməz. Biz də o valideynlərlə və o şəhidlərlə biz fəxr edirik və biz inanırıq ki, inşallah Ali Başkomandanın göstərişi ilə, əmri ilə biz tezliklə o işğal olmuş torpaqlarımızı düşmən tapdağından azad edəcəyik inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən gələndə maraqlandım. Bu şəhidimizin 4 yaşında bir balası var. Amin deyən bir balası. İnşallah mən inanıram. Sizlərin, bizlərin duamız nəticəsində, gücümüzün bir yerdə olması nəticəsində tezliklə o amin balamız gələcək, atasına sevinç, şad xəbəri verəcək ki, ata, o işğal olmuş torpaqlarımız düşmən tapdağından azad olub. Daha rahat yerində uyuya bilərsən. İnşallah hamımızla o günü gözləyirik. Bir daha Allah şəhidimizə rəhmət eləsin. Bir daha sizə təşəkkür edirik, sizə minnətdarlıq bildiririk. Allah rəhmət eləsin.